Yaxçılıq edirik, birə intiqam alıyıq, hisslənirik, əsəban oluyoruz. Bizdə bir təğyirat tapılır. Biz mürəkkəb bir mövcuduq. Əsəban oluyoruz, zehnimiz kiçilir, hiss boğur bizi, qanımız gəlizləşir. Fişarımız yedi üstüyə, intiqam alıq. Ta intiqam almamışıq, ürəyimizdə sərinləmir. İntiqam alanasa ürəyimiz sərinlik. Kullar, Allah'ın ki bu cüdəyi. Allah'ın ürəyi yoxdur ki, ürəyi sərinliyə. Allah'ın fişarı yoxdur, Allah'ın əsabı yoxdur o cür. Bəs Allah intiqam alır ya nə belə? Həman siz buradınız. Allah qanun xəlq edib aləmdə. Yol təyin edib. İnsanlara əqlə verib. Peyğəmbər göndərib. Fitrət verib, vucdan verib. Yollar müşəxəs edib. Deyib ki, hər kəs bu yoldan geçsə, axirdə yaxşı nəticə yetişəcək. Hər kəs bu birisi yoldan geçsə, axirdə qələt nəticə yetişəcək. Çünki qələt nəticə yetişirlər, bunlardan müxtəlif təbirlər var. Biri də bu intiqam almaqdır. Çünki əsl mənayı nəqəmə, yəni mücazat mənasınadır. Yəni, bunlar mücazat olacaqlar dərəsəri, öz əməlkərdələr. Kamilən Səid fərmaşı. İstədim, roşən olsun, vəllə, qəşək budur. Xob, xanım, təhvillər var. Hardan təşvət edirsiniz? Biz Bilatdan gəlirik. Və? Gəl onu yiyəcək deyən bir kəssirdi, biləcənin bir kəssirdi. Bilənlərdən yürüdü zorun işqalı var. Təşvim var idi bu da. Mən demədim işqalı var. Mən ərz elədim ki, qalıb ki, siz nə cür fikirləyəsiniz. Yəni, əgər siz o müsəlmanlardansınız ki, adam cəhbi müştəhidin sözünə baxa, bir risalə olayıb da, risalələr əqləboz yazıqlar. Olsun da, savada niyaz yoxdur. Bir də ağalar, xanımlar indi dörbərimizdə, İranda, müştəhidlərin sözlərinə baxarlar. Müştəhidlər də əqləbi oz yazarlar. Amma bəzi müştəhidlər deyirlər ki, yox. İndi bu əsrdə niyaz yoxdur. Məgər ki, vətəs, məsələn, çətinliklə müsafirət eləyək, dünən də əzlədim. Məsələn, qətarda da daha ki, çətin olur, otobus salır, 10 dəqiqə vaxt verir, yaşadan bilmir ki, dəşvə geçsin, dəstəməz alsın, yetənc olur, o cür məvaqidə. Biz özümüz, bizim bu da əqləb yoldaşlarımız, bu nəticə yetişmişik ki, bu cür müsafirətdə də qəsr qılmayaq. Amma onu mütləq bilməyik. Bəzidə də qəsr qılıq tələsəndə. Sizin hansı intiqab edirsiniz? Çünki müştəhiddə özü deyiblər. Əgər bir müştəhidin sözünə baxırsınız, evinizdə bir risalə var. O müştəhidin adı bilirsiniz kimdir? Yoxdur. Ehtimalən elə evdə moddur. O müştəhid ki, deyib qəsr qılın, siz də qəsr qılın. Amma bizlər məmulən qəsr qılmıyıq. Çünki ayrı müştəhidlərin sözünə baxıyıq. Bir də müştəhid var, adı Ayətullah Doktor Muhammed Sadiqidir. Çox ustaddır, filosofdur, əlbəttə təzə mərhum olur. O, məsələn, fətvası ilə şiə daha, özü də sünnü deyil. Ki, indi niyaz yoxdur, namazlarımıza qəsr qılaq. Sünnülər də ki, əqləb qəsr qılmazlar da, əqləb. Siz günah eləmirsiniz, çə qəsr qılasınız, çünki müştəhidlər deyiblər qəsr, çə tamam qılasınız. İndi mənim bir dənə dostum var, ehtiyat elər, hövsələsi olsa, bir dəfə qəsr qılır, bir dəfə də tamam qılar. Deyə Allah hansını qəbul eləsin. Vaxtınız var və nə cür rahatsız. O elə bətər, məsələn, Quran üçün onları təkid eləməyib, elə müşkili yoxdur. Siz nicələn qalmayın. Mənim sizə tövsiyəm odur. Xahiş edir. Yəni, indi mənim nəzərimə, biz böyüklərin sözünə baxıyıq. Öz başımıza dərik. Böyüklərdən qəsrədə dəstur veriblər, kamil qılmağa da dəstur veriblər. Bərabərin ikisi də düzdür. Nicələn qalır. Xob, daha... Buyurun. Sure Lailədə. Bəli. Və mal-i əhədin əndəhu mən nemətən tövsə. Bəli. Onun tövziyi budur ki,
Allah bir nəfərə borçlu deyil ki, Allah'a bir nəfər Allah'a minnət qoya bilməz. Allah bir nəfər Allah'a nemət verməyib ki, Allah məcbur ona əvəzini verir. Yəni Allah heç kəsə borçlu deyil. Xülas, lop kelam odur. Ma li əhədin indəhu. Heç kəsin nəfini Allahın kənarında bir neməti yoxdur ki. Deyər ki, yəni heç kəs Allah'a borçlu salanmaz. Heç kəs gəlib deyəməz Xudaya, sən mənə borçlusan, məcbursan düşürsün. Ma li əhədin, oxuyun bir dəfə dayanı. Ve ma li ahadin O az aram. Ma li əhədin. Yoxdur. Ma nəfidir. Benəf'i hiç şəxsi. Dalızım nədir? İndəhu. indehu Allah'ın kenarında, Allah'ın yanında nimetun. min nimeti Min nimet. Hiç nimeti tozza. Allah mecbur. Ona göre onu mülahizə eləyir. Yani Allah gərədə bir nəfər mülahizə eləyir. Yani Allah hesab kitabı ilə işləyir. Və o ilə çətin ayədir. Yaxşı ayəni tapa bilirsiniz. Çox çətindir. Onu əqləb qatışlayarlar. Düz mənası budur. katıştırılır. İndi roşan oldu. Evet. Vazihdir bu. Kəlamat muxtəsərdir, müfəssəl cümlədir. Yoxdur. İn li əhədin. Li bemənin nəfidir. Bir nəfərin nəfinə. İndəhu. Allahın kənarında, yəni Allahın hesabına. Allahın evində. Min nimətin, heç niməti. Axı, indi bu evdə, indi xanım beyciğim bu evində mümkündür ki, famillərin bir dənə kadro gətirib. Mən mütməinnəm, bu evdə o külü özünüz almayıbsınız. Hə, xanım özünüz alıbsınız. Bir şey deyirəm ki, özünüz almayıbsınız. Yalanım çıxdı. Nəmlə? Mən o külü deyirəm də. Düz demişəm də. O külü özün almayıbsınız. O külü bir də məsələ gətirib. O ki gətirib. O ki külü gətirib, sizin boynunuzda bir haqqı var. O da belə istəyir ki, bir əvəzdən çıxsın da. Bir şərməndəliyindən çıxsın da. Deyir, heç kəs Allah şərməndə eləyənməz. Heç kəs deyəməz ki, Xudaya, mən sən hesaba bir pul vermişəm ona. Sənin toyunda, sən zadına bir sikkə vermişəm ona. Heç kəs söz deyə bilməz. Yəni Allahın heç kəsə boşluğu yox. Tozza mücazat, bəli. O mücazat olunur da, cəza verir da. Be xatiri o. Xoş, tamam. Ha. Uca da. Biz mücazat eləyənlər, intiqam alanlar. Bilməsəm, özümüz bağış olunur mu ya işlərimizdə gözümüzü? Düzdür. Niyə Allah onu deyir mənə məsələn? Yəni deyir, Allah o sistemi icad eləyib da. Yəni Allah bu... İcad eləyən odur, ya o əvamillərdə özüdür. Kullən bu sistemi, bu müdiriyyət Allahın əlindədir ki, axirdə insanlar cəzai əmallarına yetişir. Bənabər elə vücudu var. Qanun yazıblar. Diqqət edin ha. Qanun yazıblar ki, tipki o qanun bir dənə danışçı eləyə bilsin, qəbul olsun, ya rədd olsun. Düzü budur ki, indi danışçı qəbul olur. Deyə bilərlər də ki, biz bahis olduq, sən qəbul oldun. Ola o qanunu qoyması ilə sən qəbul olmazdın ki. Bir nəfə də ki, rədd olur, nümrə ala bilmir. Məşrut olur, vahid manda olur. O qanunquza deyə bilər ki, mən bahis oldum ki, sən düşəsən, düzdür da. Yəni o qanunu yazmasaydı, ayrıcı bir qanun yazsaydı, mən rədd olmazdım ki. Əgər qanunquza desəydi, hər kəs sifri də alsa qəbuldur. Onda mən rədd olmazdım ki. Heç kəs rədd olmazdı. Amma qanunquza qoyub ki, hər kəs 10-dən aşağı alsa, 12-dən aşağı alsa, 4-dən aşağı alsa, rədd olsun. Bir də ki, danışanımızlar bəzən bir tərəfini deyirlər, özlə düz demirlər. Bəli, bir tərəfini düz deyirlər. Nümrə alanda deyirlər ki, nümrə aldıq. List almışam. Amma məsələn, rədd olanda deyir ki, mənə 6 verib. İndi bu da kim bu işi görüb? Bu ki, deyir, mənə 6 verib, həm düzdür, həm qələtdir. Bir cəhətdən düzdür də müəllim 6 verib də. O verməyib, öz alıb. Bir tərəfi düzdür, o verib də. Amma bir tərəfi də düzdür ki, o alıb da.
Yəni özü mübahisə olub da. Yəni qalıb o nə dedikdən baxıb ha. Əlan məsələn bu yəni kim düzəldi? ABC düzəldi. ABC əlimi çərpizə vurur. Yox. Bənna düzəldi. Xoş, bu cəhətdən ki ABC deyəmi? Beycidir. Beycizadə. Beycizadə pul verib, o bais olub, o təslim olub, düzdür. Amma bu cəhətdən ki, dəstur verib, bənna bu işi o da düzdür. Amma elə bu cürlər da, cəhətdən adam feyli özünə nisbət verər. İndi sizi həmsaya gəlsə, Allah fərq edib o. İnsanlarla təşbih olmaq. bir cəhətdən o cür, yoxdur, Allah təşbih eləyib da. Bir dənə misalın bəlkə həll oldu. İndi sizdən bu həmsaya gələ bir dənə qazan istəyir. Verəsən, verməsən. Yoxdur. Sən mamanın deyə bilər ki, filanı, ax sənə bir qazan vermişik, gətirək. Mamanın verməyib ki. Bəli, mamanın icazəsi ilə o qazan verilib. Bu evdən verilib. Lazım məclə mamanın əli ilə verilib bu qazanı. O da o cürdür da. Allahın sistemi ilə, Allahın icazəsi ilə bu intiqam alınır. Ona görə Allah özünə. Bələn ki, bu təzir olursan, kamil ərsiliyim. Bax, indi müəllimlər, ustadlar, karmətlər, sən babun karmətdir? Yoxdur. Karmətlər hüquq alırlar dövlətdən. Xoş, indi bu, karməndə banc deyə bilər ki, mən mərduma hüquq verdim. Rəis banc da bu söz deyə. Rəis darayı da bu deyə bilər. Vəziri, iqtisadda bu söz deyə bilər. Rəis cumhur da deyə bilər. Mən hər ay bu qədər hüquq verirəm. Yəni, bunlar sistem bir-birinin idaməsindədir. Buna deyirlər nizam-ı tuli. Nizam-ı tulidə failə hər təhdəki bu əvamilə nisbət vermək olar. İndi mən əlimlə yazıyam. İndi bu xətti kim yazdı? Mən yazdım. Mən yazdım ya qolum yazdı? Qolum yazdı. Mən yazdım, qolum yazdı ya əlim yazdı? Bunlar yazdı ya qələm yazdı? Yəni, deyəm, sizin o qolunuzda cələ ilə Allah'a da, sizi görək hamısını. Hamısını gəç görək. Yəni, hamısına nisbət vermək olar. Yəni, çünki Allahın izni var, Allah özünə nisbət verir. Allah iradə eləsə ki, heç kəs intiqamla alınmıyor, alınmaz ki. Çünki Allahın izni hər yerdə var, ona görə Allah gahdan özünə nisbət verər, gahdan firiştələrə nisbət verər, gahdan insanlara nisbət verər. Canda da bu cürdür var. Quranda bəzi məqə deyir ki, mələkul mot canınızı alır. Bir dənə, yəni həmən Əzrail. Bəzi də deyək, firiştələr sizin canınızı alır. Bəzi də deyək ki, mən sizin canınızı alayam. Xoş, indi can alan kimdir? Can alan elə firiştələrdir. Tüm firiştələrin rəisində mələkul mot var, gahdan deyərlər rəisi. Tüm bunlara Allah icazə verib, gahdan deyərlər Allah. Hamısı düzdür. Bəs bu da o sistemdir. Xoş, buyur. Ayet-ül Kursu'da ruhaniye mərhudda la ya'uduhu La ya'uduhu hifzuhuma. Bu soruşubla məndən özümüşü də bərhudələr. Niyə? Əvliya ohum, həmzənin üstəki o var. Bəli. Ohum deyirik da. Əvliya ohu. La ya'uduhu'da da o yine həmzə var üstündə o. Var o tələffuz olunur. Əvliya ohum ya'uduhu. Yoxdur. Ya'u o vavun üstündə həmzə var. İndi O- onu o deyək, o deyək. Yox, o vav deyir ki, vavu orada kursidir. O vav kursiyə həmzədir. Bəs vav Vav rəbsi yoxdur. vav orada yoxdur bəs. Yoxdur, ya'uduhu. Qoy baxın. Deyirəm o vavilərdən biri yazılır oxum. Bir Sure-i Bəqərədədir. Ayə-i Sədo Divistu, Divistu. Pəncahu pənd. Xeyr. Tapdım. Onu bəli da. Düz demişəm də. Orada Həmən hurufu valilərdən bir yazılır oxum. yox bu hurufu validə. Bu ayət qoyduğumuz Deyisiz cəhətdir.
Gətirin tozunu verin. Xo'p, balam kufuvan hadi de soruşun diyeyim de. Kufuvan ya kufuan? İkisi de okunubdu. Tıpkı qaida kufuvandır. Kufudur. Amma kufuan da oxuyublar qarilər, ərəblər. Biz bu cüzatlara tabi ərəblərik. Allahümme salli ala Muhammed ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Elə bir aya qabaqdan gəliyor. Laqad nəccəyna bəni İsrailə minəl əzabil muhin. Biz Bəni İsraili əzab-ı xar konəndədən neynədik? Nəcat verdik. Bəni İsraili tozih verdik ki, kimlərdir? Bəni İsrail nəvadəqan Həzrəti Yaqubdular ki, Misridə idilər. Həzrəti Yaqubun 12 dənə ki, oğlu var idi, bir də Həzrəti Yusufudular. Həzrəti Yusufudur. Gəldilər, Həzrəti Yusuf da ki, Misridə idi. Asiyadan gəldilər Afriqaya. Xo'p, orada elə qaldılar. Qaldılar, nəslər çoxaldı. Sonralar da mümkün ilə famillərlə də dubara olatar Asiyadan gələrlər Afriqaya. Çoxudular. Xülasə Firavunlar onları sonralar müsəxxər eləmişdilər, giriftar eləmişdilər, bərdə eləmişdilər. Allah buyurur ki, biz onları nəcat verdik. Kimin əlindən? Min Firavuna, Firavunun əlindən. İnnehu kana aliyə. Bu Firavun mütəcavüz idi, aliydi. Ali yəni çox özünü üstə tutuydu. İddiai Allahlığı var idi. Özdə minəl musrifinə hududdan çıxanlardan idi. Gərdənkeş idi, bəli. Xo'p, və ləqədix tərnahum əla ilmin ələl aləminə. Ləqəd ixtərnahum. İxtərna indi oxuyanda yapışdıyıq. Ləqəddix. Dı yapışdıyıq. Ləqəd ixtərnahum. İxtərna ixtiyar mənasınadır. Biz qoziniş elədik, intixab elədik, ixtiyar elədik. Buyurun, xəşin. Buyurun. Selamun aleyküm. Buyurun, ya Allah. Kimi ixtiyar elədik, qoziniş elədik? Bəni İsraili. Nə üçün Bəni İsraili intixab elədik, ixtiyar elədik? Yəni, təsmin tutmuşuq ki, bunları nəcat verək. Bunlar çox məzlum olmuşdular. Allah bəzi mövqe təsmin tutur ki, dünyada bir işlər görsün. Özünün bir qanunu var, sistemi var. Bəzi mövqe ötür öz başına, deyir ki, neyini eləyim. Bəzi mövqe müdaxilə eləyim. Məsələn, Allah bəla göndərilə müdaxilə eləyim. Elə müdaxiləsi də ruy bir qanundur. Hamın da biz o qanunlardan qavilən müttəli edəlik. Nə vaxt iqdam eləyik, neyini? Dəqiqən müşəxəsdə. Bizə müşəxəsdə, Allah özü bilir. İndi Allah belə səlah bilib ki, Bəni İsrail ki, biçar olublar, Firavunilər onlara zülm edirlər, Həzrəti Musanı ora göndərməklə istəyir bir iqdamat-ı əməli eləsin. Xülasə, təsmin tutduq ki, bu Bəni İsraili nəcat verək. Bənabərin onlara qoziniş elədik əla elmin, əzruy elm ağahi. Allah deyir ki, mən bu işlər görəm, huşum başımdadır. Ha. Yəni, bir təvəccühlüğüna, məsələn, təsadüfi, məsələn, xab-ı xiyalda bu işlər görməyəm. Kamilən huşum başımdadır. Ələl aləminə, aləmiyana. Yəni, mən də bu ləhsə ki, bu işlər görəm, hamıya mordunda bu işi görməyəm ki. O zaman, o məntəqədə
xod Misridə, Afrikanın bəqiyə qismətlərində, Afrika ilə fəqət Misri deyildi ki, Asiyanın ayrı qismətində çoxlu insanlar vardı. Onların içində bu işi görmədi. Fəqət bu Bəni İsrailin mordunda bu təsmin tutdu ki, Peyğəmbər yollasın, onların əlindən götürsün, alsın, getsin Asiyaya. Mən bunları bərtəri verdim aləmiyana. Aləmiyandan mənzur, yəni o məntəqənin adamlarına. Nə xanım Əmiricildə bu aləmini də bir tozih ərz eləmişdim ki, aləmin Quranda cəhdən bir məntəqə xassıdır. Bu ayədə bir məntəqə xas. Yəni Bəni İsrailni bərtəri verir. Həndə. Bərtəri vermir, ha? Ləqəd ixtərnahum ələl aləminə, yəni o mərdumun içində fehlən təvəccühümüz onlar oldu. Dedi filan işini yetişək. Tərcih vermək şayət düz olar, şayət düz olmuyor. Ləqəd ixtərnahum, biz intixab elədik Bəni İsraili əla elmin, əz ruy elm ağahi, ələl aləminə, aləmiyan içindən, yəni o məntəqənin içindən. Bir də bu cüməlilər ki, biz onlara bəqiyə, əfrada bərtəri verdik. O da bir mənadır. Mən inanmıyorum ki, o məna düz olmuş ola. Ona görə bərtəriyə təkid elə bilməyəm. Əlbəttə, bir cəhətdən bərtəri oluyor. Məsələn, Allah bir qovma Peyğəmbər göndərir, o dörbələ göndərmir. Yəni, onlara bir imtiyaz verir də. Onlar bu tərəflərdə çox por məhsul idilər. O ki, for məhsul da ayrı. Amma indi for məhsuluna işarə eləmir ki, indi Həzrəti Musanı göndərib ora, oradan onlar götüb Asiyaya gətirmək mord nəzərdir. İndi aya biz bunu bunlara Roçhan bilək, bəqiyyəni məsələn, Xareli ya bəqiyyə bir təvəccühdür, bunlar bir xassı bir bərtəri verir, şayət o da olmuş olar. Dəhəl sürət. Biz bu cüdə mənə eləyə bilirik. Bəni İsraili nisbət bəqiyyə bərtəri verdik, ya onlara nisbət o birisilər bir imtiyaz verdik, ya ki, onları o birisələrin içindən neynədik? Qozinəş elədik. Və ətəynəhum minəl ayəti. Biz bu Bəni İsrailə, Həzrəti Musa ki, bunlar götdü getdi Afrikadan Asiyaya, o zamandan ki, Həzrəti Musa gəldi, ta Həzrəti Musa dünyadan gedincən, bunlar çoxlu ayələr, mucizələr verdi o. 20 dənədən çoxdur. Elə bil ki, bu dəryadan bunlar keçidi. Bu iki bulan gözünün qabağında bulan düşmənlər orada qərq olur. Bu iki Həzrəti Musa'nın əlində əsası vardı, yədi beyzası var idi. Ondan sonra çoxlu mucizələr, buyurur ki, bu mucizələr ma fihi bəlaun mubin. Bu mucizələrdə azmayışhay aşkar var idi. Bəla yəni azmayış. Azmayış ki, gahdan bulan canının bəlası da olurdu. Bəlanın bir mənası ilə budur ki, bəla var, bəla düşürdü adamın canına. Vaqən, bir təsilə o ki, bəla idi. Məsələn, indi bu dəryanı açılmaq, dəryadan keçmək, bir cəhətdən Fironunun canının bəlası idi. Sonra gələcək. Bir tərəfdən mucizədir, azmayişdir, bir tərəfdə də bəladır bitdiyə. Sonra görəcəyik ki, orada sular qan olur. Onlara Həzrəti Musa'nın izni ilə, işarəsi ilə, Allahın dəsturu ilə bitbirə gəlir. Qurbağa gəlir, mələx gəlir. Zimnin ki, bunlar bəladılar, günahkarlara bəladır. Amma möminlərə nə mənədir? Azmayışdır. İstəyəm deyəm ki, bu bəla-ı mubin özün içində, sözün içində söz var. Xoş, bir də deyək, və ətəynəhum Bəni İsrailə verdik, lütf elədik, minəl ayəti, mucizələrdən, ma, o mucizələri ki, fihi onlarda
Bəlaun mubinun. Aşkara imtihanat var idi və bəla var idi. İnnə haulâe lə yəqulûnə. Xoş, niyə bu bəlalar gəlidilər? Bu mucizələr nə üçün gəlidilər? Mucizələr ki, bir təsi müxərrib idi. Bəlain ki, haulâe orada bir əfrad vardı ki, Firavunilərdən və qeyri Firavunilərdən, haulâe oraya işarədir. Lə yəqulûnə, belə deyirlər ba. Deyirlər ki, in hiyə illah mautatuna ula və ma nəhnu bi munşərin. İn hiyə, yəni ölmək. Bu da hiyə işarədir ölməyə. İn hiyə illa mautatuna ula. Yəni biz bir dəfə ləziyik. Dəyi ölüm məcə bir dəfə. Yəni öldük, qutuldu. Da ikinci dəfə dirilib dubar ölmək yoxdur. Və ma nəhnu bi munşərin. Və biz dubarədən qiyamətdə əzno dirilib, dubara ölməyəcəyik. Munşərin müntəşir olmayacaq. Munşərin müntəşirin. Fətu ey Musa və tərəfdaranı Musa gətirin və abaina in kuntum sadiqin. Əgər siz sadiqsiniz, deyirsiniz ki, biz indi öləcəyik, dubara deyiləcəyik, dubara öləcəyik, düz deyirsiniz. İki dəfə ölmək var, iki dəfə deyilmək var. Yəni, əgər qiyamət var, vaqam fikirsi qiyamət var, yəni o ölənlər dubara deyiləcəklər, o ölənlər hətmən dubara deyiləcəklər, bilərlər də. İndi müntəzirlər ki, bunlar bir gün dirildələr. Xoş, bizim o tədavabamızı qəbirlərdən çıxardın, gətirin, onlar bizə quzarış versinlər. Desinlər ki, o dünyada, ya qəbirdə bunlara deyiblər ki, dubara deyiləcəksiniz ha. Onlar desələr qəbul edərik. Yəni, yalandır. Nə siz bu işi görə bilərsiniz? Kimi xücəyib gedərsin? Böyük babasını çıxardıb qəbirdən gətirəcək. Qəbri qazaq, böyük baba, ducə, sən de, bula inansın. Biz deyil, inanmırlar. Belən ki, bizə olmaz. Xoş, fətu fe'l əmridir. Kim bu əmri eləyir? Müxaliflər, qiyamətə inanmayanlar əmr elirlər kimə? Həzrəti Musa və möminlərə. Əhum xeyrun. İndi bu cümlə Firavunların cümləsi idi, inanmayanların cümləsi idi. İndi Allah özü başladı danışığa. Bu Allahın fərmayışıdır. Əhum xeyrun əm qomu tobbəyin vəlləzinə min qəblihim. Allah buyuruyor ki, ey Firavunilər, ya Bəni İsrailin içində də mümkün bir müxaliflər olar, qatışalar Firavunilərə. Kullar müxaliflər. Müxalifin Həzrəti Musa. Siz niyə bu söz deyirsiniz? Niyə qəbul eləmişsiniz? Nə üçün dayanıbsınız? Fikirlisiniz ki, müqavimət eləyə biləcəksiniz. Fikirlisiniz ki, siz Musanı və möminləri şikəst verə biləcəksiniz. Allaha şikəst verə biləcəksiniz. Əhum, aya bu Firavunilər və Bəni İsrailin gələk gedənləri xeyrun, xeyridən də bu da mənəni mesela əşəddir ha. Behtərdilər, ya qəvidilər, əxyər mənasına. Aya, bunlar qəvidilər, əm qomu tobbə, ya qomu tobbə. Qomu tobbə qədim Ərəbistanda qəvi qovmuşlar, belə fikirliymişlər ki, heç kəs ola yıxmayacaq, heç kəsin ola gücü satmayacaq. Dərsə ki, Allahın bəlalarının əsərində bunlar nə olublar? Məhv olublar. Vəlləzinə min qəblihim. Mənzurumuz bu qovmu tobbəyi ki, bunlardan qabağıdır. Əhləknahum. Biz onları həlak elədik. Allah buyur ki, bir işarə ilə, bir dənə tufan ilə, bir dənə bələ ilə onları məhv elədik. İnnəhum kanu mücriminə. Əlbəttə, dəlillə buyur ki, onlar mücrim idilər. Tüm mücrimidə bu bəlalar gəldi onların başına. İndi siz, ey Firavunilər, sizlər və Bəni İsraildən də hər kim tabi Firavunlar olsa, onlara buyur ki, sizdə mücrimsiz ha. Sizdə yıxacıyıq ha.
Sizə də bir bəla göndərəcəyik. Elə gözünün qabağında bu da firavunlar görürsünüz ki, suda qərq oldular. Ey qalanlar, lağasız adam olun. Sonra buyur ki, və ma xələqnəs səmavati vəl ərzə və ma beynəhimən laibin. İndi burada bu bir dənə suala cavabdır. Bir nəfər deyir, dadaş, bax baba, Allah, sən bizə nə işin var? Gedik öz işi və dərdi və də. Qoy sizin də canlarımızı eləyək da. Bax, bu nə işdir, hey Peyğəmbər yollusan, hey gəlidən, beheş, cəhənnəm filan. Bu söhbətdə yana mənə. Niyə bizdən əl çəkmirsən? Bizim canımızda nə yazırsan? Allah deyir, xeyr, olmaz. Öz başınıza ötüymərəm. Siz girəsiniz cəhənnəmə, mən istəmirəm siz girəsiniz cəhənnəmə. Mən göyləri, yeyləri bir hədəf xəlq eləməmişəm. Onda qalmış sizi bir hədəf xəlq eləyəm. Mən sizi xəlq eləmişəm, sizin xəlqətinizdə hədəf var. Mən istəyəm sizə aparam behişdə, istəyəm sizə xidmət eləyəm. Amma siz girəsiniz cəhənnəmə. Bu rahasiyyət olmaz ki, mən qoyam girəsiniz cəhənnəmə. İynən elə bir ki, uşaq dədələnəsinə deyir, sən nə işin var, mən oxuyum da. İndi bir nəfər gələcək, mən bu pillədən düşüyorum aşağı. Elə biz deyək, yoxsa tüy, qoymarıq çəxin. Demədən şeydə mərahilə xassıda da. İndi bizim gözümüzün qabağında indi bir nəfər birdən bıçaq götürsün, deyir, mən soxacam qaynıma. Biz demək ki, özün biləsən. Tez əlindən Allah. Deyik, baba, Allah sənə can verir. Heyfsən, niyə özü öldüysən? Özü öldüysən, cəhənnəmə gəlsənə. Hamı deyir ki, qoymayın xodkoş eləsin. Xodkoş eləyən cəhənnəmə gedir. Cəhənnəmə isə yazıqdır, biçarədir. Bizə də məsuliyyəti var. Allaha savab nə cavab verəcək. Bənabərən, bir də xodkoş eləyənin, zəhriçənin tezlik əlindən, zəhri alıyıq əlindən. Ona dildarı veriyor, o müşkili var, o mərizdir. İstəyir onu dərman eləyək. Ona görə biz muhtadın əlindən, məvadlı müxəttirin alıyıq əlindən. Əgər gücümüz satsa, əgər başara bilsək. Ona görə indi qələt oxuyanı islah ediyor. İndi bir dəfə qələt oxu. Biz niyə onu deyik, xanım, bir dəfə də oxu. Bu lüğəti düzdür. Niyə qələt deyəni istəyik qələtin islah eləyək? Bərain ki, ehsası məsuliyyət eləyək, əqlimiz, vicdanımız, fitrətimiz icazə vermir, biz buna səhə qoyaq, bir təvəccüh olaq. İzharə bir tərəf eləyək. Ondan sonra Allah sabah bizi yapışacaq qulağımızdan bizə dəstur verib ki, bir təvəccüh olmayın, ehsası məsuliyyət eləyin. Ço bini, nabina və ça həst, ço xamuş, benişini, qonah həst. Bir nər kör gəlir, görmüydə, orada da bir quyu qazıblar, kanal qazıblar. Deyəm, mənim nə işim var? Qoy gəlsin, tüşsün. Tüşsə, elə, əvvələn o tüşsə, sonra deyəcək, eyvah, mənim yapışın əlimdən. Gəl, biz də deyəməyəcək, mən elə mərbut, özün düşübsən. Elə təzədən biz də zəhmətə düşəcəyik. Heç vəsail gətir, tənab gətir, bunu çıxardandan sonra qaldıracaq bunun əlində Allah. Neyniyək? Ambulansa zəhvur, oraya getir, buraya getir, hələ gedəcəyik, sonra cavabqı olacaq. Biz itiləmişik, biz itələməmişik. Bir dünya müşkilatı var. Ondan sonra əzabı vücdan tutacaq. Ondan sonra da sabah qiyaməti də var. Nə qədər müşkilatı var? Bir də ki, indi onun əlinə yapışaq, nə qədər padaş var, savabı var axı. Pəs sümüdə həm savab var, həm yanmaq var, əzab var, ona görə eləyə bilmək bir təvabut olar. Allah da bir təvabut ola bilər. Allah buyur ki, baxın, ma xələqnəs səmavati vəl ərzə, göyləri və yeri və ma beynəhma və göylərin və yerin arasında olan mövcudatı xəlq eləməmişik əbəs, laibinə, bəray bazi və sərgərmi. Laib yəni ləhvə laib qıləndir. Elə bu ki, ələki, bir xod, istəyir bir ha-ha-ha ilə gülə, deyək o gəl nə olar. Mən o cür xəlq eləməmişəm. Hədəfim var. Sonra baxın, deyim, və ma xələqna huma illa bilhəq. Biz bu asman, hava, zəmini və onun mövcudatını xəlq eləməmişik. Məcəb bilhəq ilə, yəni bilhədəf el-həq. O həqqdə bir hədəf var, bir hədəf haqqı var. O hədəf haqqı nə mənədir? Elə beşdə parmaqdır.
təkamül etdiyi vaxtı. Və lakinnə əksərəhum la yələmun. Amma bunlar əksər düşünmürlər. Çün düşünmürlər, ona görə biz ənbiyanı göndərmişik ki, ənbiya yapışsın bunların əlindən aparsın behişdə. Əlbəttə, bu sualın cavabını da qəblən ərz eləmişik ki, bir dənə də sual gəlsə ki, Allah niyə belə əvvəldən istəyir aparsın behişdə, bir dəfə əvvəldən aparaydı da? Niyə bu zəhmətə saldı? Xob, Allah deyib ki, behiş ziri payı maderanəs. Xob, indi o uşaq nənənin qıçığın üstündədir. O ta böyük səkkəli ağayancan, biçəkli ağayancan o uşaq nənədə deyə müşkilatı var. Allah deyib, bu müşkilata xatir onu dünyaya gətiribsən, hələ qanunu yediribsən ona, bunlara xatir mən sənə behiş verəcəm. Dədələrə də bir cür behiş verəcəm. Zəhmət çəkənlərə behiş verəcəm. Hamımız bu dünyada zəhmət deyir. Allah deyir, zəhmət çəkin, ev yox, bunlara savab verəcəm. Və mən yəqin eləmişəm, elə bu, Peyğəmbərin fərmaşı, yalandan olması ki, behiş ziri payı maderanəs. Bu ziri payı maderanəs neçə mənası var? Bir budur ki, nənənin ayağının altında bir hoş topraq olun. Nənədə deyə, məqsad nənəyə ehtiram eləyin, behişdə oydan tapın. Bir ovuş topraq olmaqdan, nənənin ayağının altından behişdə tapın. Bu bir mənası. İkinci də mənası bu ki, nənə o qədər zəhmətdədir, o qədər fişardadır. Allahın xilqətinə səndə ha. Nənən ayağının altını qassın, gedəsən üzrə eyvah behişdə. Yəni bu birdən ölcək vardı behişdə olacaq. Ciddi daha bunlar. Xob, niyə bu behiş? Ancaq zəhmətdədir. Ya da Allah xəlq eləməsəydi, Allah xanım xəlq eləməsəydi. Xob, bu da narahat olmaz. Allah xəlq eləyib. İndi özdən bunu bizli xəlq eləyib ki, zayiman eləyə, ki, uşaq böyüdə. Hey elə o uşaq dörbəndədir da. Qoltuğuna vurur, bucağında saxlayır, çadrasının altında, gecə, günü. Daimən bu uşaqlar zəhmət aparır da. Yaxşı. İndi sual, Xudaya, niyə bu işlər görsəndə istəyən nənələr yaparam behişdə? İndi bu da nənələrin bir dənə sualı var, dədələrin bir sualı var, insanların bir sualı var, danışçıların bir sualı var, konskavların bir sualı var ki, dadaş, istədin aparırsan behişdə, bir dəfə aparırdın behişdə xəlq eləyədin da. Niyə zəhcətdin bu dünyaya, zəhməti saldın? Aya, sən o adamlardansan ki, istəyən bizi xidmət eləyəsən, bir hərdən bir qırtasan, bəzi mulqa görsən, nənə dədə ya, məsələn, parça qədər, bir əziyyət elə, bir şey alıb vermir, əziyyət elə, sonra bir dəfə verir. Şukulatı alıb əlində saxlayıb, bu uşaq deyir, sən almışsın. O da deyir, ver, o ağlayır, axıra deyir, yaxşı. Piyaz onu əziyyət edib verir. Xob, bir də bu cürüyü də, məsələn, bizdə sad ismi var da. Ay, Allahın da sad ismi var. Allah da bu cür məcda kimidir. Şukulat saxlayıb əlində, Məryəmi ağladı, axıra deyir, gələmə. Məsələn, şukulatda, yoxsa Rusiya, bir şey də təbil etməsin. Məclidə Məryəmə bir dənə təblət alıb, vermir. Bir gün deyib qoymuşam bu otağa, bir gün deyib bu otağa. Hey, əziyyət edib, çərşənbə sulunu verəcəm, bayramda verəcəm, axıda verir. Amma nəmlək qədər dıqladandan sonra, ağladandan sonra. Xob, aya Allah da bu işi görür. Cavabıdır ki, yox, əvvəldə əzər edir. Bir dənə şəbahəti var, amma Allahla özümüzü müqayisə eləməyəcək. Allah deyir ki... Düz xala vermirsin, Məryəm ona görə. Bəli. Elhamdülillah da düz xala vermiş. Xob. İndi sual, aya Xudaya hədəfinə behişdə aparmaqdır. Bir dəfə əldə aparıydın behişdədən, niyə gətirmişsin zəhmətəsən? Gör, nə qədər mükavat çəkəcək. Hələ namaz qılacaq, oruç tutacaq, min dənə müşkilata dözəcək, ta behişdə gedər. Allah'ın cevabın elə bir üşüdülər xanım. O başda üşüyən oldu. Uşaq da var, uşağı soğuqlar, bağlı. Və eyb yoxdur. İndi cevabı bu sual. Allah bu sualın cevabı Kur'an'da 11 dəfə buyurubdur. 11 dəfə dastan xilqəti bu da mətrə eləyib. Bir də nümaşnama bu da mətrə olub. Ve namı dastan xilqət ki Allah deyir ki Adəmi, Həvvanı, neçədən ayrı məxluqatı, iblisi də
behiştə xəlq eləmişdi. Behiştə demişdi, yiyin, üçün kef eləyin. Üçün müftə ələ düşmüşdü behişt. Ola ərzişin bilmədilər. Ona görə bir işlər gördülər ki, saldı odan eşiyə. Diqqət eləyin, avusal. Allah salamət versin, hadsın aşağı. Deyək, bir gün gəlsə bunu ögəşsəz, görək. Hərdən bir dənə ərəbi qaydəsi deyə. Deyək ki, hər kəs eyni al dağının dalından gəlsə, bir gün bunu ögəşsə, getsə mi yersə? Bir gün də bu sualı tikarda mən qəblən dərz eləmişəm. Ki, Allah niyə bunu çətinliyə salır? Allah istəyib ki, o behişti bir miqdar qazanmağında özümüzdə zəhmət çəkər. Ta ərzişin bilək. Çünki vaxtı bir şey müftələ düşür, adam elə bir tərzişin bilmir. Əğləb mərdum ərziş vermir. Amma zəhmətin olanda ərziş olur. Biləcəksən da inşallah. İnşallah biləcəksən. Bəli, təcrübə edəcəksən inşallah. Çünki deyir ki, Adəm Allahın elə Peyğəmbəri ona ərziş verənmədi. O Peyğəmbərin xanımısı ki, Həvva xanım ola, sizin Peyğəmbərin müftə düşdü əlinə, nazəl idi, əzəl idi. İndi əzələ deyirdi bu şey. Ona görə ki, bir zəhmətsə, indi mücahətlərinə bu uşaqlar məsələn, küsürlə, ət payın versən yemeyin, mən xuruşu bilir, nazəli. Deyirlər, bu özüm biraz qazan görək. Adam maşını, dədənlərə maşını götürür uşaqlar, vurur ora vurur. Mən barha məsələn, o uşaqlarıma demişəm ki, bu maşınla qapını möhkəm çırpır. Hislənir, bir-birlə savaşırlar, dədən qapısını vurur. Deyəm ki, baba, niyə huzu vurursan, niyə xərab edirsən, maşını salma dərsiniz. Belə, baba, sən çox xəsissən ha. Deyəm, baba, xəsis deyələm ki, məsələn, onun hər bir dənə piçinə nə qədər danışmışam, nə qədər dəst demişəm, nə də zəhmət çəkmişəm. İndi özü ki, maşını alıb, deyəm, və bacında bir dəfə sürsün, deyir, yox. Mənim maşını götür, vurur, ora, bura, bu müftədir. Amma özü gedib, zəhmət çəkib. Mənim oğlum Dubqıdan gedib Əsəluyyədə, o istidə, 60 dərəcədə işləyib, qanla tərnisində. 5 təmən pul tapıb, gəl bir dənə maşın alır. Deyəm, və bacımda sürsün, verməyib. Püflüyə saxlayıb. Bir dəfə də məmin deməyib ha. Heç mən də istəməyəm mən amma istəyəm deyəm ki, üçün özü zəhmət çəkib, ərzişim bilir. Bəli, mənim neçə dənə maşınlarımı xərab ediblər. Müftü olanda ona görə Allah deyib ki, bir də zəhmətə düşün. Ərziş verəcəksiniz. Xoş, bəs ona görə Allah buyurur ki, və ma xələqnə səmavati vəl-ərzə və ma beynəhumə laibinə. Biz bəray sərgərmi bazi xəlq eləməmişik. Bəlkə ma xələqnəhumə illə bil-həq. Hədəfimiz həqqidir. Tuyu parantez elə həman bu ki, insanlar pəx behişdə olar kəmalat verər. Və lakin əksərəhum la yələmunə. Xob, biləxərə bu mərahil cəhətə yola. İnnə yevməl fəsli miqatuhum əcməyinə. Yevmul fəs, bu da yevmədir, inniyə görə. Qiyamətin müxtəlif adları var Quranda. Bir də yevmul fəslidir. Ruz-i təfkik, ruz-i cudai. Yəni möminlər kafirlərdən, behişliklərlə, cəhənnəmlə təfkik olacaqlar. Haqq ilə batil olsun müşəxəs olacaq. Qiyamət günü ki, yevmul fəslidir, miqatuhum əcməyinə olan hamısının tamamı insanların gətirəcək o gün ruz-i miqatdır. Miqat yəni ruz-i vədədir. Vədəqah o gündür. Yəni, karnamələr o gün verəcək əllərə. O gün dəqiqən müşəxəs olacaq. Ki, əlbəttə, bu elə o ölən ləhzədən müşəxəsdir. Yevmə, qiyamət günü ettifaqat düşəcək. La yuğni mevlən ən mevlən. Bu da mevla yəni dost. Yaxin. دوستی از دوستی
eləyə bilməyəcək ki, bir müşkili bərtərəf eləyə. La yoğni, yəni eləyə bilməyəcək, bərtərəf eləyə. La yoğni ariyədə, yəni ғəni eləməz. Biniyaz eləməz. Bu da o cümləna deməyəcək. Bu da deyəcək ki, hiç دوستی مشکل دوست را نمیتواند برطرف کند. Yəni o gün sədd bitiyə müşkilatı tapılacaq. Və lahum yunsəruna, onlar əslən müşkildar əfrad o gün köməkli olunmayacaq. İlla mən rəhimallahu, məcə bir nəfər Allah'a lütf eləyər, rəhm eləyər. Xub, Allah bitiyə lütf eləyəcək. Allah baxacaq şəraitə, şəfaət Allahın əlindədir. Dəstür edəcək, bitdən şəfaət eləyəcək. Qəblən də bəhs elədi, o da şəfaət elədi, bəhs eləmişik. Allahın dəsturu ilə, bəli. Bunda orada kimlərdir? Orada şahistə əfraddır. O əfraddır ki, Allah istəyir ki, onlar baxsın behişdə. İnnəhu huvəl əzizur rəhim. Allah qalibdir. Bir nəfər deyəməz, Allah'a etiraz eləməz. Niyə bu iş görsən? Deyək ki, mənə, öz bəndələrimdir, salah öz əlimdədir. Özü hesab kitab özü ilə. Özü rəhimdir, rəhm eləyəndir. Xob, innə şəcərətəz zəqqumi təamul əsim. Bu da az razlardır, razهای qiyamətdir. Qiyamətin əcayibindən biri budur ki, cəhənnəmin içindən bir ağac çıxacaq. Cəhənnəm otdur. Ot ağacı yandırar. Bu dünyadadır. Amma indi o da sistem dəyişiləcək. Qiyamətdə çoxlu şeylər bərəksiz olacaq. Necə ki, bu dünya nənənin qaynı ilə, ki, nənənin qaynı özü bir ayrı bir dünyadır, bəzi şeylər bərəksizdir. Məsələn, bir morid deyim ki, doğudan nənənin qaynı ilə bu dünya 100 dərəcə, yəni 360 dərəcə bərəksizdir. Bir morid. O budur ki, hamı bilir də, bu da xanımların tedadı çoxdur. Nənənin qaynında uşaq tənəffüs elər, nəfəs çəkər. Amma oksijen yer var. Vələ o oksijen gərək göbəkdən qanla gəlir. Qanın içində həll edir oksijen. İndi bir nəfər eşidən gəlir, deyər ki, mən bir iş görürəm, bir də dəstgah ixtira eləmişəm. Bir dənə surana, suzan ilə gələr, bir dənə şilankılan, uşağın ağzına biraz oksijen verər. Uşaq ölər. Nənənin qarnında uşağın şoşlarına, ağzından, bıynından oksijen versən, uşaq ölər. Uşaq gərək oksijen yamaq, o oksijen həll edir, qanın içində. İndi gətirəsi bu dünya, uşaq gəldi bu dünyaya, o ləhzə ki gəldi bu dünyaya, əgər qanın təriqi ilə bizlərlə oksijen versən, uşaq ölər. Siz indi uşaq gəldi, tez deyin, mən döhdüylü eləyəm, ağzını bağlayın, buzu tutun, buzu oksijeni vurun rəklərinə, qanına, uşaq ölər. Elə indi edamların bir dəstə buzudur da, hava vurarlar rəkinə, öldürərlər. Oksijen niyazdır, amma yolları mütəfavitdir. Düz bərəksidir. Ağzından oksijen getsə ölər, burada getməsə ölər. Orada qandan getməsə ölər oksijen, burada qandan getsə ölər. İndi də bu sübah. İndi burada ağacı otun içinə qoysan, yanar, lap tər ağacı. Xob, bir 5 dəqiqə sonra yanacaq, əvvəl quya yanar. Biz çox elə yaş ağacı oradan sındırıb yandırmışıq. Çünki otun içinə qoymuşuq, ayrı ot, quru odunlar yandırmışıq. Yaş ağacı da qoysa onun içinə yanar. Amma baxın, cəhənnəmdə bərəksidir. Buyurur ki, İnnə şəcərətəz zəqqumə, bir dənə ağac çıxacaq, o ağacın adı zəqqumdur. Meyvələri təlxidir. Onun meyvələri təamul əsimi. Əsimi günahkarlar. Günahkarların qəzasıdır. Kəl-muhli yəğli fil-butun. Bu meyvə nəcüydü? Axıdan biz meyvə, hamımız meyvə görmüşük də. Portakal, yillə hamı, indi narənci, portakal boldu da. Əlhəmdülillah, moz, meyvə. Yiyəndə Məmrə deyir ki, qoy bir sərinə, qoy yaxçala, yiyə bir ürəyimiz də sərinləsin. Mədəmizə də ürək deyirik. Ürəyimiz sərinləsin. Neynə? Vallahi bu sürdür da, mədiyə ürək deyir. Əlin qoy buya, kulyələ, deyir ki, kəbətdəyəm ağrıyor.
Əlin qoymuşdu. Xoş. İndi bu meyvələr necədir? Deyir, bu meyvə, zəqqumun meyvəsi kəlmohlə, misi qodaqdadır. Suha qoyarlar qeynər. Misi də ocu qeynədərlər. Ocu qeynər ki. Ocu da o meyvə. Meyvə deyəsən, içi qeynər sudur. Mohlu mis. Misi qodaqda. Yağli. Qarnın içində qeynəyəcək bu cür. Micuşə. Bu da cəryandadır. Qələyandadır. Qələyan kəlməsindəndir yağli. Fil butuni qarnlarda. Qəliyel həmim. Misli cuşidəni ab dər dik. Qazanda su necə qeynər? Bu meyvəni yəndən sonra qarnında ocu qeynəyəcək. Bunda cəhənnəmilərin qarnıdır. Ondan sonra bu cəhənnəmilərin müridində dəstur gələcək. Xuzuhu. Orada axı bir dənə cəhənnəmilər şöyle yandırır da qaçacaqlar məsələn. O tərəfə qaçır, bu tərəfə qaçır, bir də qaçacaq. Dəstur gələcəklər ki, xuzuhu, tutun bunu, bu canavarı. Fətiluhu, tutun bunu bağlayın. Atun ila səvail cəhimə, düz cəhənnəmin vəsətinə. Fətiluhu atun, bağlayın atun. Ya çəkin atın. Sümmə subbu fəqərəsihi min əzabin həmimin. Sonra indiki atıb su cəhənnəmin vəsətinə, orada otun içindədir. Deyim, bunun başına bir su tökün. Su tökün sərinləməkdən ötür. Subbu tökün. Səpin, tökün. Məsələn, at başından tökmək abıcı subbu deyə. Səppə, elə bu səppə ha, bu su səpirlər. Elə həmən bundandır da. Başla tökün, səpin bunun fəqərəsi, başından min əzabin həmim, ayrı cuşan əzablar. Qazan, bu da su qeynədir, cəhənnəmilədir. Ya tökün olan başına. Həmin cuşan. İndi burada bir dağda fəryad salacaq da, orada bir səs gələcək, buna deyəcəklər ki, zoqu. Zoqu zaiqə kəlməsindəndir. Dağdır. Nuşizan elə. Buna deyilək tənz. İnnəkə əntəl əzizul kərim. Sən dünyada çox belə cəhdənkeşlik edilir. Çox əzizidir. Əziz Quranda həmişə Allahın mordindədir. Ha? Bu cəhənnəmin mordindədir. Sən dünyada çox izzət idin. Çox izzət dəstur vermişdin. Nənələr, ağlar qoymuşdun. Zindanlarda bir günahları cizğal eləmişdin. İşkəncə eləmişdi. Çoxlu məvaddı müxəddiri pəxş eləməklə evlərə qan salmışdın. Evlərdə nənələr mələtmişdin. Bacıları, uşaqları biçar eləmişdin. İndi daçın. İnnə haza ma kontum behi təmtərunə. Bu əzablar həman əzablardılar ki, siz bunlarda şəkküz vardı, inanmıydınız. Dediniz baba, elə cəhənnəm də buradadır, behişt də buradadır. Kim gəlib o dünyadan xəbər gətirib? Siz inanmıydınız, indi doğru. İnnə haza mütməinnən bu əzablar olardılar ki, kontum behi, siz o əzabları təmtərunə şəkkideydiniz, inanmıydınız. Bu cəhənnəmlilərin bir miqdar vəziyyətindən quzarış verir bizə. Elə ahirət hamısı bu cür narahat quranda məsaili var, xeyr, bir tərəfi behişdir. Cəhənnəm bir balaca bir yerdir orada. Fəqət məndən eşidə bilərsiniz bu sözü. Cəhənnəmi doldurulacaqlar ənci ilə. Cəhənnəmin ağzından töküləcək var cəhənnəmdə. Amma cəhənnəmin fəsası balacadır. Behiş çox böyükdür. İnnəl muttəqinə, muttəqilə hadadırlar? Fi məqamin əmin. Onlar bir məqam-ı mövqiyyət əmniyyət avərdədirlər, əmniyyətdədirlər. Əmin yəni əmniyyətdə. Onlar bir məqamdadır ki, o məqam əmanətdardır. Behiştliklər Allahın əmanətləridir. Allah tapşırıb, onlardan firiştələr, behişt özü, gözlərinin üstündə behiştlərdən ki, olan rəsində muttəqilərdir, onlardan hifz eləyəcəklər. Bir cənnatın, bir bağlarda,
və uyunin bağların kənarında çeşmələr var. Yəlbəsunə behiştliklər orada giyinəcəklər libasları min sundusin və istəbrəqin. Ənva və əqsam libaslar var. Bir qismət olan libaslar sondosdur. Sondos yəni əbrişəmi nazuk, hərir və istəbrəq. Bir qismət əbrişəmi setəbr. İstəbrəq dillə farsı kəlmədir ki, ərəbiyyə. Həman setəbr. Setəbr möhkəm, seft. Xub, libasın ilə bir şey hamısı hərir olsa, bizə məsələn, mümkündür, xub, müşkil icad eləyər. Bəzi qismətdə elə bizə setəbr olacaq. Bəzi qismətləri nərm o lətif olacaq. Xub, behişlər inəyəcəklər. Behişlə əyləşəcəklər. Da bu cür bir-birinə dal çöndərməyəcəklər. Behişdə bu cür hissvəmə yoxdur. Bir nəvə üzün tut o tərəfə. Məsələn, bu birisine hissvəyə. Olay yoxdur. Mütəqabilinə, rübəru əyləşəcəklər. Çünki behişdə əyləşənlər bir-birinin vücudundan bəhrəmənd olacaqlar. Ləzzət aparacaqlar. Behişdə hər zat ləzzətdir. Əfrad bir-birinə ləzzət verəcək. Muğiyyət ləzzət verəcək. Kəzalikə və zəvvəcnahum behurin eynin. Behişdə, behişliklərin öz şənində behtərin həmsərləyi olacaq. Yəd'unə fiyha bekulli fakihətin amininə. Orada hər meyvədən dərxast eləyəcəklər. Sipariş verəcəklər, meyvələr gəlsin. Meyvələr ki gəl... Bəli. Burada deyir ki, hazırlıcılar o xanımay beldə. Xanımlar hesabda olurlar. Qutayım, o suala cavab verin. O elə çox adamın sualıdır. Yəd'unə istərlər, dərxast edərlər, sifariş verirlər, behişdilər. Fiha behişlərdə bekulli fakihətin. Hər meyvədən ki istəsələr. Amma ameninə, dər kəmal əmniyyətdədirlər. Ki, eyvə çox yeri sancılanlıq, ya məsələn, qəndə xunumuz gedər üstə, bu çərbiyə zərərdir filan. Bu bir şey söhbətdən yoxdur. La yəzuqunə fihəl mutə. Orada ölüm yoxdur. Behişdə ölüm yoxdur. İllə mutətəl ula. Məgər o əvvəldəki ölüm ki, onun əsərində vardı, behişdə oldular. Muhtətəl ula, müxtəlif mənası var. Bir budur ki, o əvvəlki ölüm ki, onunla vardı oldular behişdə. Və vəqahum əzabəl cəhimə. Behişdilər ahirətdə əzab-ı cəhəmdən əmnidədirlər. Əmandadırlar. Allah hifz eləyəcək. Vəqayını hifz eləyəcək. İndi bir aya bu behişki bu qədər gözəldir, bu qədər alidir, qabili tərifdəyi, Quranda hər qismətdə bir miqdarın buyurub. Bunlar hamısını behişdilər özləri qazanıblar. Cavab bir xeyr, fəzlən min Rəbbikə. Bir miqdarın özləri qazanmışdılar. Çoxul Allahın lütfidir. Zalikə huvəl fawzul əzim. Bu bir böyük müvəffəqiyyətdir. Bunun üstündə müvəffəqiyyət yoxdur. Fəinnəmə yəssərnahu bilisanikə. Ya Rəsulullah, bu sözləri sən dilinlə asan elədik. Sən də bu da deyirsən, mərdum eşidiyib. İndi bir nəfər gizəlləmir, Allah, niyə bu cürdür? Çox sadə vəsinə, asanlıqla. Ya Rəsulullah, sənin dilinlə bunlar sadə elədik. Ləəlləhum, da deməyəcək, şayət. Şayistədir. Hum, bu Quranı eşidənlər, yətəzəkkəruna, buradan pənd alarlar. Da biz bunu tənzil eləmişik, asmanı mənəviyyətdən yendimişik, gətirmiş aşağı. Hədəf budur ki, düşünsünlər, Quran əsli çox ağ idi. Çox muazzəmdir. Nazil olub, yəni məqam yeni başa var. Asman, hansı asmanı mənəviyyətdən, göydə deyək ki, ulduzlarda, Kuremirlikdə deyək ki, bu Quran. Nazil eləmişik, yəni bunun çox oğucuda idi.
rəqiqlətdir. Rəqiqləti ta در حد فهم bəşər olsun. Xoş. İndi bir də inanmır. Eybi yox. Bir də müntəzirlər ki, ya Resulallah, sən öləsən, bunlar rahatlığa çıxalar. Bir də deyilə, hələ görək də, şəkidədirlər. Heç eybi də yox. Hamın morduna deyir ki, fərtəqib. İnnəhum murtəqibunə. Ya Resulallah, sən də müntəzir ol, burada müntəzir olsunlar. Biləxərə bir gün gələcək ki, sabit olacaq. Allahın sözləri düzdür. Bu da hər kəs aqildir, hər kəs dəlil əhlidir, məntiq əhlidir. Dəlaillə, məntiqlə biz sabit edirik ki, Allah düz danışır, bu sözlər də həqiqidir. Axırı budur ki, deyir, xeyli xob. Əgər bir nəfər istəmir düşünə, ya düşünə bilmir, deyir ki, bir gün gələcək də qiyamət, elə öləcək qiyamət başlanacaq. Xob, indi bu sualı mühimmə mən cavab verim. Vəli kaş bağlamayası bu cavabımda o da zəbt ola xanım. Bax, yox, eybi yox. Sual budur ki, xanım Karizən də işarə elədilər. Quranda əğləb behiştin tərif eləyəndə, axirdə yetişir ki, behişli kişilərə bu cür xanımlar verəcəyik, huri verəcəyik. Huri, o xanıma deyərlər ki, sefid pust ola, gərəgöz ola. Sefid pust, gərəgöz, xanıma huri deyərlər. Quranda da mömin kişilərə əğləb bu cür xanımlardan söhbət olur ki, bu cür xanımlar verəcəyik. Ayrı bir tövsifatı da var bu xanımlar. Bu ərzı məzərət, məsələn, bu dünyada məmulən elə bu cürdür da, əğləb, həmişə yox. Ki, insan izdivac eləyəndə istəyir ki, duşizə ilə izdivac eləsin, bakı ilə izdivac eləsin və bu söhbətlər var. O xanımdan bir sürü müşəxxəsatı var da, indi ağalardan soruşsa, nəcü xanım istəsən, müxtəlif bir vicəciklər deyər, şərait deyər, olan bir miqdarda Quranda gəlib. Bütün elə hamı bu cüzatlara bazlığı var. Sual budur ki, heç Quranda yoxdur ki, bu xanımlar üçün bu cür kişilər verəcəyik. Məsələn, xanımların da kişilərdən bir təvəqqülər var da. İndi bir xanım adı sən ki, nəcür bir kişi istəsən, ürəyindən nəcür kişi geçir. Xanım verib almaq dəyir ki, əksəri o behişdini ağaların ruhuna. Bəli, onu arz eləyəm də. Mən də onu tozu verəm. Vəli biləxərə elə bu qismətdə bu cürdür da ki, biləxərə bu mordi cavab verə, o birisilə də fikrim həll olar. Ki, heç niyə orada deyilməyib ki, xanımlara belənki vicəciklər ilə kişilər verəcəyik. İndi İranda, məsələn, bizim bu otağımızda cavanımız var. Allah hamısını xoşbəxt eləsin. İndi bu cavan qızlardan soruşsan ki, nəcü bir damad istəsən, o bir yazar da, list elər. Sıxsaq, geçsək, ayrı bir yerdə orada da bir listi verərlər. Geçsək, Japonda da bir qızdan bir, deyək ki, bir oğlan gələcək, damada nə vicəciklə, o da bir listi verər. İnsanlar mütəfavitdir. Mahvarədə bəzi bir işlər görsənir. O xanımlar da var, ağalar da var. Oradan da soruşursan. Orada bir vicəciklər deyərlər. Bu müxatəbini Qur'anın da nəzərində bir vicəciklər var idi. Odur ki, mən düşünmüşəm, o düşündüyümü ərz eləyəm. Gön sizin də ağrınıza batı yaxı. İstisnaən indi bir məvaridi cüz'i olar. Məryəm, diqqət elə, mənim sözləmə. Dünyada məsələn məvaridi cüz'i olar ki, xanımlar bu didinə baxalar kişilərə, o ərz-i məzərət, o didi şəhəvani ilə baxalar, nadirdir. Xanımlar xassı bir şeylər əsirlər odan. O da az tapılıbdır. Qalibən, bəd və peydayışı bəşərdən indiyəcən, xanımlar bu ərz-i məzərət təhqir olublar. Xanımlar fişarda olublar. Xanımlar ümdə bu fişarları kişilərdən biliblər. Kişilərdir ki, məxsusən qədimlər,
xanımlara ba dide tövmə baxıblar. Əvvəldən elə bu cür ki, xanım kişinin əbzarı olub, kişinin vəsiləsi olub. Xanım bici olub ki, kişiyə gəl xidmət eləyə. Elə xanım zəhmətdə dünyaya gəlib. Zəhmət ilə bir doğuranlarda ki, öldürüydülər, o cür zində bequr edirdilər. Sonra Bərdə oluydular, kəniz oluydular, kəniz xanımlara aparırdılar, bu ərzə məzərət, mədənədə işlədirlər, məzrələrdə işlədirlər. Çox üz istəyən və Quran hüzurudur, belə də məzrəsi, məcburamı deyən, fahişəxanalarda saxlayırdılar. Ənva bu əqsamı su istifadələr bu xanımlardan. Xanımlar hətta bu ağalarla da irtibat ki, bərqərar edirlər. Qalibən elə bir xanım gərək pəzirə olaydı. Xanım gərək fişarda ola. Xanım gərək zülmü qəbul eləyə. Elə bir ki, xanım xəlq olub ki, elə gərək təhəmmül eləyə. Dədə də evində bir cür zəhmətdə, ər evində də bir cür. Gərək uşaq dünyaya gətiyə, nemidirəm, zaiman eləyə. Və onun darıca minlər müsibət, ixtiyarat olmasın, imkanat olmasın, vabəstə olsun, elə kişinin qoltuğunun altında olsun. Cəvami bəşəri bici olub ki, ənbiyanın sözünə baxmayıblar. Allah o istədiyində xanımların müordində bu dünyada müstəqər edə bilməyib. Bu xanımlar da o rəvabəti o xanımda da elə bətər olmayıb ki, o cür ləzzət aparsınlar. Ve tor kulli xülasəsi budur ki, əksəriyyət xanımlar, əksəriyyət dünyada məzlum vaq olub, kişilər vəsiləsi ilə, sillə ilə üz qızardıblar. İndi bu yox, ərəbi təsəvvür eləyin. Müxatəb əvvəliyyə Qur'an, ərəbdir. Hətta bunu böyük oğul İsa aparır. Dünən başlamışdıq da Surə-i Nisanı. Orada tozih, işdə tozih verəcəm ki, xanımlara nə zülmülə olub. İndi bu məzlum xanımlara ki, gün görməyiblər, deyə ki, xanım, 5 sənə, 5 dənə ər, 6 dənə ər, 10 dənə ər, neçə dənə istəsən, belə bu cür antiqə, məsələn, ola tozur. Deyir, baba, bu dünyada çox, məsələn, bu kişilərdən bəhr apardı, hələ ki də ahirətdə də. Ondan sonra, o ərəblər ki, hələ o xanımları var, nənələr var, bacılar var, onlar da nəzərdə tuta xanım qarısan. Müxatəb ərəb, xanımın adını demir. Gəlir ki, şinaslama yazan xanımın, çıxır kişi qapıya ki, xanımın adı, deyir ki, xub, şinaslama verir, öz adın, deyir, məsələn, Həsən. Özünə bir şöhrət qoy, deyir, məsələn, İbrahimi, Həsən İbrahimi. Xub, xanımın adın, əvəzi deyir, Əmətullah. Ona da bir şöhrət. Əmətullah yəni kəniz-i xuda. Məsələn, 30 ildən sonra, 40 ildən sonra gəlirlər bu xanımın, məsələn, ersiyəsini böləndə, deyirlər, şinaslama lazım, gətirir, bu da şinaslama. Adın nədir? Deyir, məsələn, mənim adım Pərvindir. Şöhrətin, məsələn, İbrahimi. Xeyb, ged öz şinaslama gətir. Ya, mənim şinaslamam budur. Deyir, xanım, bu da sən, bu şinaslama Əmətullah, məsələn, Şirazinkidir. Sən adın Pərvindir. Deyir, vallah, mən, məsələn, Pərvin mənəm. Bu da Pərvindir, deyir, bu Əmətullah. Yəni, kişi istəyir xanımısın adın deyə, demir Pərvin. Deyir, Əmətullah. Yəni, kəniz-i xuda. İndi bu, kişilər ki, müxatəbə Qur'andır, deyərlər ki, bu xanımlara, bu neçə dənə ər istəsələr var oyda. İndi bu kişi deyir ki, yəni, mənim bu nənəm, geçsə neçə dənə ər istəsə, özcə kişilər mənim nənəmlə irtibat bərq eləcəklər, mənim qızımına, mənim bacımına, mənim xanımımına. Xanımısın adına bir şey eləmir. Deyir ki, bu evi, mənim xanımım, mən tez ölsəm, bu evdə qalsın, beşər ki, ərə getməsən. Ərə getsə yox, ha. Yəni, bu kişi qəbul eləyə bilmir ki, bu evi verə xanımısına, bir arı kişi ilə gələ bu evə. Bu kişiyə Quran gələ deyə ki, sənin qızın, nənün, bacın, xanımın, behişdə hansı kişi ilə sövsələr orada kef eləyəcəklər. Onu da götürüb Quranı da atar, yandırar, Quran da filan filansı, Məhəmməd də, Rəsulullah da filan da. Allah elə həkimanə deyir. Elə bu həkmət bu da, həkmət budur ki, bizi eləməyək ki, müşməz konəndə ola.
Ərəbi bişur, hələ indi 14 qərnidən sonra, indi bu İranda, indi mən özüm bu Quran müəllim olaraq təsəvvür edirəm ki, eyvə, mən behişdə qızım, ya nənəm, ya bacım, məsələn, ayrı bir kişilərlə. Düşünə bilməyəm, məğzimə varid olmuş, baba, o sistem dəyişilib. Onda haqqı var. Allah təyin eləyib. Hələ Quran müəllimiyəm, qəbul eləyə bilməyəm. Onda qalmış ammi mərdum ola. Biləxərə, ba təvəccüh bir fərhəng Quran danışıb, müxatəb danışıb. Niyə dəvədən söhbət eləyib? Çünki müxatəb əvvəliyə dəvəni görüb. Doğrudan, xanım Karzan, vaqəən ağ, sefid buz, qərəgöz, behtərən xanımdır. Bəlkə bir iş onu söyləyək. Baba, biz bu gözümüz açmışıq. O ərəbin gözünün qabağında xanım görməmişdik. Olan xanımları dünənəmə ərz edim. Qəp-qərə, qap-qara, qupquru, yanıb, tökülmüşdülər, toz, toypaq. Görməmişdik. Onlar ki, gəldilər İrana. Bir dəsti tarixdə var ki, belə təsəvvür edir ki, baba, behişdi ki, Rəsulullah xəbəri, budur, bu İrandadır. Bağ-bağat, xanımlar da ki, burada. Quran deyən xanımlar İranda. Ona görə o ərəb bilmir ki, yoxsa rənc, dünənəmən bizdən təşvin yox idi. Bizdən... Allah deyir ki, mən nas, kapsat. Eyb yox. Olsun. İmumındır. Amma bu tərəfdən cəhə mərahili də deyiliyə. Əlbəttə, sədd illəti var, Allah bu cür üstünü aşmayıb. Çoxlu illəti var, mən bir qismətini istəmərz eləyəm. Bizdən bir fikir eləyək ki, bənabərin bu rahatsızlıqda deyil. Bizim həmkarlarım bir çox mənzəsiyəm. Dəbir-i Şimidir, gəlmişdi mədrəsədə, söhbət eləydi ki, tozih eləydi ağalara. Ağalar, xahiş eləyəm, bundan bu yana nənözə xatir ehsan verməyin, ha. Adı ay Behkamı dilində də qalır. Yəni mənə, dedim, bundan bu yana hər kəs ehsan versən, mən sifarişəm, dədəsinə xatir ehsan versin. Baba, niyə axı? Deyim, mən keçən pənşənbəsi mən nənəmə xatir ehsan verdim. Elə bir ki, ehsanla yetişmişmiş. Yuxuda yatdım, nənəmi görüm ki, behişdədir. Nənəm elə behişdə gəzir, filan hünər pişər kimi, filan, məsələn, antiqə giyinib, gedib bu kişinin hizləsinə. Oradan çıxır ki, o kişinin hizləsinə. Mən gördüm ki, bu nənəmə ehsan vermə anam, mən nənəmə elə, məsələn, bir əndişə, fiç, şuur. Cəhənnəmi ki, Allah o Quranda yazıbdır, bizim fikrimizlə yazır. Yoxdur da, mən də onu ərz edəyəm də, bizim fikrimiz aşağıdır da. Heç o behişdə cəhənnəm biz bilmirik yəni mənə. Mən də onu istəyəməz. Bu da düşübdür məzətsən, bir para ağaların ağzına, ki bu da hada, bəs ağalar bəli, dərsəcə o deyil. Vəli, biləxərə bu da bu cür məsələ nə olub? Mülahizə olunubdur. Onu da üst-üstə, sərbəstə deyib da, deyib behişdilər üçün hər əmrə istəsələr var. Xoş, bəs cavabı sual o da müstəhti idi. Amma niyə bu cür işin üstünü aşmayıb? Elə bir xatiri bu ki, qeyrəti budan əməd, yəni hənuz təəssübat var.